Salam, hər vaxtınız xeyirli olsun. Mən İsmail İbrahimov. Bu videoda sizə OTK-nın 19 aprel 2026-cı il tarixində təşkil etdiyi sınaq imtahanında ikinci qruplar üçün düşmüş coğrafiya suallarını izah edəcəm. Başlayaq 31-ci sualdan. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Silsilələr verilib. Murovdağ və Zəngəzur silsilələri uyğunlaşdıraq. Sərhəd boyu uzanır. Bilirik ki, Ermənistanla sərhəddə Zəngəzur silsiləsidir. 1. Dağ meşə landşaftı formalaşmışdır. Bilirik ki, Murovdağdadır. 2 gəlir 1-ə. Zirvəsində buzlaq formalaşmışdır. Zəngəzur silsiləsinə aiddir. Sonra, Kiçik Qafqaz tektonik qalxmasında yerləşir. Həm Murovdağ, həm Zəngəzur silsilələri. Hər ikisi Kiçik Qafqaz qalxmasına düşür. 4 ortaq cəhətdir. Əsasən Mezozoy yaşlı süxurlar yayılmışdır. Bilirik ki, bu Murovdağın yüksək və orta dağlıq hissələr üçün səciyyəvidir. 5 gəldi 1-ə və 6 vulkanik çökmə süxurlar yayılmışdır. Hər iki silsilədə vulkanik çökmə süxurlar var. 6 da ortaq cəhətdir. Deməli 1-ə 2 5, 2-yə 1 3, 3-ə də 4 6. Doğru cavab C variantı. 32. Silindrik proyeksiyada tərtib olunmuş xəritədə ən çox təhrifə məruz qalan əraziləri müəyyən edin. Bilirik ki, silindrik proyeksiyada qlobus ekvator xətti üzrə silindrə toxunur və ekvator boyu ərazilərdə təhrif minimal olur və qütblərə doğru getdikcə təhrif artır. Bizdə də təhriflərin ən çox olduğu ərazi soruşulursa, təbii ki, qütbə yaxın ərazilər götürəcəyik. Sulavesi ekvatorda da gedirik. Labradoru götürə bilərik. Efiopiya yayləsi ekvatora yaxındır. Cape York həmçinin Baffin torpağı, bir də Oedel dənizi. Deməli, 2, 5, 6 doğru cavabımız Y variantı. 33. Mənbəyi Azərbaycandan kənarda formalaşan və sərhəd boyu axan çayları müəyyən edin. Deməli, bizim ölkəmizin ərazisində bəzi çaylar var ki, mənbəyi Azərbaycandan kənarda, məsələn, Türkiyədə, Rusiyada, Ermənistanda formalaşır. Bizə lazımdır ki, mənbəyi Azərbaycandan kənarda olsun, həmçinin də sərhəd boyu olsun. Yəni, bu çay sərhəd boyu ərazidən axsın. Məsələn, Kür çayının mənbəyi Türkiyədə olsa da, amma sərhəd çayı deyil. Deməli, biz Kürü götürməyəcəyik, amma Arazı götürə bilərik. Həm mənbəyi ölkədən kənardadır, həmçində sərhəd boyu ərazidədir. Deməli, Samuru götürə bilərik. Bilirik ki, Rusiyadan başlayır, sərhəd boyu ərazidən keçir. Kürü çıxarıq. Bərgüşat çayı sərhəddə yerləşmir, götürmürük. Arpaçay da həmçinin ölkədən kənarda olsa da, amma sərhəddən axmır və Arazı götürə bilərik. Deməli, Qudyalçay da getdi. 1-5. Doğru cavabımız D variantı. Sonra keçirik, deməli, 34-cü suala. Sakit okeanda yerləşən coğrafi obyektləri müəyyən edin. Koreya yarımadası Sakit okeandadır, uyğundur. Bering dənizi həmçinin. Amma Karpentariya körfəzi Hind okeanında yerləşir. Getdik. Deməli, B-də Kaliforniya yarımadasını götürərik. Amma Arafur dənizi bilirik ki, Hind okeandadır. Ona görə bu da getdi. C. Alyaska yarımadası Sakit okeana düşür. Mərcan dənizi Sakit okeana düşür. Kaliforniya körfəzi Sakit okeana düşür. Galapagos adaları Sakit okeana düşür. Doğru cavabımız elə C variantı. Sonra 35. Miqyası 1/500.000 olan xəritədə əsas çay və onun qollarının uzunluqları cəmi 240 sm. Hövzənin sahəsi 40 kvadrat santimetr olarsa, çay şəbəkəsinin sıxlığını hesablayın. Biz əvvəlcə miqyasa və xəritədəki məsafəyə əsasən çay və onun qollarının həqiqi uzunluğunu tapaq. Yəni, həqiqi məsafə bərabərdir. Necə tapırıq? Xəritədəki məsafəni, yəni 240-ı vururuq miqyasa, yəni 5-ə. Bu da eləyəcək nə qədər? 2 yadda 10, 12. 1200 kilometr. Deməli, çay və qollarının uzunluqları cəmi nə oldu? 1200 kilometr. İndi hövzənin həqiqi sahəsini tapaq. Hövzənin həqiqi sahəsini tapmaq üçün xəritədəki sahəni, yəni 40-ı vuracaq miqyasın kvadratına, yəni 25-ə. Bu da eləyəcək nə? Deməli, 1000 kvadrat kilometr. Deməli, bizim əsas çay və qollarının uzunluqları cəmi oldu 1200 kilometr. Hövzənin sahəsi də
1000 kvadrat kilometrdir. Çay şəbəkəsinin sıxlığını hesablamaq üçün, yəni sıxlıq bərabərdir. Sıxlığı tapmaq üçün də bilirik ki, əsas çay və qolların uzunluqları cəmini 1200 kilometr böləcək hövzənin sahəsinə, yəni 1000-ə. Bu da eləyəcək 1,2 kilometr bölünsün kvadrat kilometr. Doğru cavabımız A variantı. Sonra keçirik 36-cı suala. Xəritə sxemdə qeyd edilmiş ölkələrdə geniş yayılmış dil ailələri və dil qruplarını müəyyən edin. Deməli, 1 Finlandiyadır. Qısa yazaq. Finlandiya. 2 İtaliyadır. 3 Hindistan, Pakistan, Əfqanistandır. Baxaq. Bilirik ki, Finlandiyada Ural dil ailəsinin Fin-Uqor qrupudur. Ural, Fin-Uqor. İtaliyada Hind-Avropa, Roman. Əfqanistan isə Hind-Avropanın İran dil qrupuna aiddir. Deməli, Ural, Fin-Uqor, sonra Hind-Avropa, Roman, Ural, Fin-Uqor uyğun gəlir. Hind-Avropa, Hindari yazılıb. Deməli, A variantı getdi. Bizə Uralla başlayan lazımdır. B də getdi, C də getdi, D də getdi. Y-yə baxırıq. Ural, Fin-Uqor, Hind-Avropa, Roman, Hind-Avropa, İran. Elə doğru cavabımız Y variantı. 37. Metallurgiya müəssisələri yerləşən məntəqələri müəyyən edin. Biz bilirik ki, Azərbaycanda 2 ərazidə metallurgiya bazası var. Gəncə Daşkəsən və Abşeron metallurgiya bazası. Burada biz metallurgiya müəssisələrinin yerləşdiyi məntəqələri deyirsə, deməli 3, 5 və 6-nı seçəcəyik. 3, 5 və 6 doğru cavab A variantı. Yəni, burada Daşkəsən Gəncə şəhəri verib. Gəncədə deməli gil torpaq zavodu, əlvan metallurgiya sənayesində, Sumqayıtda alüminium zavodu, həmçinin boru prokat zavodu var, qara metallurgiyada, bir də Bakıda Abşeron ərazisində. Deməli, oldu doğru cavabımız 3, 5, 6 A variantı. 38-ci suala baxaq. Zodyarpaqlı meşə və kolluqlar, səhra və yarım səhralar təbii zonasında yerləşən türk dövlət və dövlət qurumlarını müvafiq olaraq müəyyən edin. Zodyarpaqlı meşə və kolluqlar təbii zonasında yerləşən Türkiyədir. Səhra və yarım səhrada Özbəkistan da ola bilər, Türkmənistan da ola bilər. Elə doğru cavabımız C variantıdır. 39. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Deməli, dağlar verilib, aid olduğu qırışıqlıq verilib və yerləşdiyi ölkə. Tianşan dağları Kaledon Hersinə düşür və Qırğızistan arasında yerləşir. Birinci sıra doğrudur. Karpat dağları Alp qırışıqlığına düşür, amma Almaniya arasında deyil. 2 səhvdir. Kordilyer dağları Kimmer qırışıqlığı Kanada doğrudur. Atlas dağları Alp qırışıqlığıdır, amma Liviyaya düşmür. Altay dağları Kimmer qırışıqlığı deyil, Rusiyaya düşür, amma Kimmer qırışıqlığı deyil. Ant dağları Alp qırışıqlığı Boliviya. Doğru cavab 1, 3 və 6 C variantı. 40. Metallurgiya sənayesi əsasən yerli xammal ehtiyatlarına əsaslanan ölkələr. Yəni, qara və əlvan metal xammalı zəngin olan. Burada konkret demir ki, ya qara metal olsun, ya əlvan metal fərqi yoxdur. Car yerli xammal əsasında fəaliyyət göstərir. Avstraliya həmçinin, Braziliya həmçinin. Elə doğru cavabımız A variantı. Keçirik 41-ci suala. 41-ci sualda nədir? Azərbaycan əhalisi ilə bağlı doğru ifadələri müəyyən edin. Kür-Araz ovalında əhalinin sıxlığı daha yüksəkdir, yanlış ifadədir. Ən yüksək sıxlıq bilirik ki, Abşerondadır. Quba, Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında əhalinin etnik tərkibi müxtəlifdir. Bəli, hər iki iqtisadi rayonda bilirik ki, milli azlıqlar çoxdur. Əhalinin əksəriyyəti 500 metrdən
Yüksək ərazilərdə məskunlaşıb? Xeyr. Bilirik ki, əhalinin əksəriyyəti 500 metrə qədər olan ərazilərdə məskunlaşıb. Təbii artım səviyyəsi demoqrafik keçidin birinci mərhələsinə aiddir, səhvdir. Demoqrafik keçidin birinci mərhələsində yüksək doğum, yüksək ölüm, aşağı təbii artım. Düzdür, Azərbaycanda təbii artım aşağıdır, amma yüksək doğum, yüksək ölüm hesabına yox. Aşağı doğum, aşağı ölüm hesabınadır. Şəhər əhalinin payı 50%-dən çoxdur. 53%, təqribən 52-53% arasında dəyişir və 6 doğulan uşaqlar arasında oğlan uşaqları üstünlük təşkil edir. Bəli. Doğru cavabımız 2, 5 və 6 B variantı. 42. Litosfer tavalarının hərəkət sxemlərinə uyğun gələn relyef formalarını müəyyən edin. Oxlara baxırıq. Bu iki tavanın ayrılmasıdır. İki litosfer okean tipli yer qabığına malik olan hissələrin ayrılması zamanı nə yaranır? Bilirik ki, rift dərələri, həmçinin orta okean dağ silsilələri və vulkanik adalar, divergens zonasında yerləşən vulkanik adalar. Birə uyğun gələr hansılar? Şimali Atlantika silsiləsini götürə bilərik. Sonra Pasxa adasını götürə bilərik. Sonra Kuril, Kamçatka, bir də Azor adalarını götürə bilərik. Birə uyğun gəldi 2, 3, 5. İkinci sxemdə isə deməli materik və okean tipli tavanın toqquşması göstərilib. Şəkil biraz bulanıq düşüb. Deməli, Lulyalyako vulkanı, yəni 1, sonra Kuril-Kamçatka novu, bu da materik və okean tipli tavanın toqquşması göstərilib. Bir də Ant dağları 6. Deməli, 1-ə 2, 3, 5, 2-yə də 1, 4, 6. Doğru cavabımız Y variantı. Sonra keçirik 43-cü suala. Uyğunluğu müəyyən edin. İslandiya, Şri-Lanka və Apennin coğrafi obyektlər verilib. İslandiya adadır, Şri-Lanka adadır, Apennin isə yarımadadır. Materik mənşəli adadır. Bu Şri-Lankaya aiddir. 1. Sonra okean tipli yer qabığı üzərində yerləşir. Okean tipli yer qabığı üzərində yerləşən İslandiya adasıdır. Sonra Alp-Himalay dağ qurşağında yerləşir. Apennin yarımadasıdır. İqliminə musson küləklərinin təsiri çoxdur. Bu Cənubi Asiyada yerləşən Şri-Lankadır. Sonra qışda mülayim hava kütlələrinin təsiri çoxdur. Apennindir. Subtropik zonada yerləşdiyi üçün qışda mülayim hava kütlələrinin təsirinə məruz qalır. Yay sərin, qışı soyuq keçən Subarktikada yerləşən İslandiyadır. Deməli 2, 6, 1, 4, 3, 5. Doğru cavabımız A variantı. Sonra 44. Yağıntılar bərabər paylanan mülayim istiqlimdə əsasən formalaşıb. Yağıntılar bərabər paylanan mülayim istiqlimdə bilirik ki, enliyarpaqlı meşələrdir. Toqay meşələri deyil, subalp, bozqırlar, enliyarpaqlı dağ meşələri. Böyük Qafqazın cənub və şimal-şərq yamacında, həmçində Talış dağlarının orta dağ hissəsində yayılmışdır. 45. Daş kömürün daşınma istiqamətinin yanlış göstərildiyi istiqaməti müəyyən edin. Bilirik ki, ABŞ-dan Avropaya daşıma var, doğrudur. Həmçinin buradan Braziliyaya da daşıma var, doğrudur. Amma deməli, Nigeriyadan Braziliyaya daşıma yoxdur. Səhvdir. 2 səhvdir. Sonra 4. Cənubi Afrika Respublikasından Yaponiyaya doğrudur. Var. Amma Avstraliyadan Hindistana yoxdur. Deməli, Avstraliyadan Yaponiyaya da var. Bu da doğrudur. Buna da doğru işarəsi qoyaq. Deməli, səhv göstərilən 2 və 6 istiqamətləridir. 46-cı suala baxırıq. Uyğunluğu müəyyən edin. Ərazisi yarımada və adada yerləşir. Ərazisi yalnız yarımadada yerləşir və ərazisi yalnız adada yerləşir. Baxaq. Malayziya dövləti bir hissəsi Malakka yarımadasına düşür, bir hissəsi Kalimantan adasına düşür. Yəni yarımada və adada yerləşir. A uyğun gələr birə. Sonra Bruney, Kalimantan və yaxud da ki Borneo adasıdır bilirik. Bruney dövləti yalnız adada yerləşir. Deməli B gəldi 3-ə. Laos. Laos dövləti Hindçin yarımadasında yerləşir. Yalnız yarımadada yerləşir. C gəldi bura. Yaponiya yalnız adada yerləşir.
D gəldi bura. Danimarka həm Jutlandiya yarımadasına düşür, həmçində orada Zelandiya və digər kiçik adalar arasına düşür. Deməli, yarımada və adada yerləşir. 1AY, 2C, 3BD. AY, CBD. Doğru cavabımız A variantı. 47. Hansı bənddə polimetal yatağı verilməmişdir? Filizçay polimetal yatağıdır. Katekçay polimetal, Hamançay dəmir filizinə aiddir. Paraqaçay molibdendir. Diaqçay molibdendir. Mazımçay polimetaldır. Plus qoyaq getdi. Mehmanə yatağı polimetaldır. Qoşa və vecnəli yataqları, üzr istəyirəm. Bunların hər ikisi qızıl yatağıdır. Gümüşlü polimetal yatağıdır. Qızılbulaq qızıl yatağıdır, üzr istəyirəm. Göydərə deməli xromit yatağıdır. Göydərə xromitdir. Deməli, polimetal yatağı verilməyib budur. İpək də xromitdir, ağ yataq da xromitdir. Doğru, ağ yataq isə üzr istəyirəm, civə yatağıdır. Deməli, göydərə və ipək xromit yatağıdır. Ağ yataq isə Kəlbəcərdə yerləşən Şorbulaq, ağ yataq və Levçay civə yatağıdır. Y variantı. 48. Ölkə əhalisinin sayı ilin əvvəlində 11 milyon nəfər olmuşdur. İl ərzində əhalinin sayı 0,2% artdığını bilərək 1000 nəfərə düşən təbii artımı müəyyən edin. Deməli, 11 milyon olub və il ərzində əhali 0,2% artıb. Yəni 11 milyonun 0,2% artıb. Əvvəlcə görək artım nə qədərdir? 11 milyonun biz nə edəcəyik? 0,2%-ni tapacağıq. Vuracağıq 0,2-yə, böləcəyik 100-ə. Deməli, 11 milyonun 0,2%-ni kalkulyatorla tez hesablayayım. Deməli, görək nə qədərdir? 11 milyonun 0,2%. Deməli, 11 vuraq, tam onda 2%. Bu eləyir, deməli, 0,22 milyon. Bu da eləyəcək nə qədər? 1000-ə çevirsək, üstünə 0-a vursaq, 22 min. Deməli, ümumi artım nə qədərdir? 22 min nəfərdir. Bizdən nə soruşur? 1000 nəfərə düşən təbii artım. Bu 22 min nəfər 11 milyona görə olan artımdır. Yəni, 11 milyona görə, deməli, neçə min artım var? 22 min artım var. Deyir, hər 1000 nəfərə nə qədər düşər? X. Buradan X-i tapsaq, X bərabərdir. Deməli, 1000 ixtisara gedəcək. Milyondan, deməli, 22-ni düşəcək 2. Və hər 1000 nəfərə təbii artım olur. Neçə nəfər? 2 nəfər. Yəni, 1000-i 22 minə vuranda eləyir 22 milyon. 22 milyonu da 11 milyona böləndə düşəcək 2 nəfər. Doğru cavabımız A variantı. 49. Cədvəli tamamlayın. Qoruq və ya milli park verilib. Fiziki coğrafi rayon qorunduğu komponent. Deməli, birdən başlayaq. Kür Arazda köçəri su quşlarının qorunduğu qoruq və ya milli park Ağgöl qoruğu ola bilər. Deməli, Qızılağası da ola bilər. Deməli, A getdi, B, C də getdi, B, D, Y ola bilər. İndi keçirik 2-yə. Eldar Şamı bu Ceyrançol Acınahor fiziki coğrafi rayonuna düşür. Deməli, B də buradan gedir, çünki ikinci Kürdü Şirvan gedir. Ağgöl qoruğu, Ceyrançol Acınahor. Sonra Hirkan, Talış dağlarında relik və endemik bitkilər qorunur. Doğru cavabımız Y variantı. Sonra 50-ci suala baxırıq. Sxemdə verilmiş B və C məntəqələr arasında temperatur fərqi 1,2 dərəcədir. B ilə C arasında. Aha. A-dan D-yə axan çayın uzunluğu 50 kilometrdir. Çayın orta meylliliyini hesablayın. BC bərabərdir 1,2 dərəcə Selsi. Bunu da 0,6 üstə ilə 0,6 kimi yazsaq və burada hərəsinə 100 metr düşəndə deməli neçə eləyir? 200 metr eləyir. Deməli, B ilə C-nin arasında bir dənə aralıq var. O da bizim kəsmə yüksəkliyimizdir. Deməli, kəsmə yüksəkliyimiz nəyə bərabər oldu?
temperatur fərqinə əsasən müəyyən elədik ki, kəsmə yüksəkliyimiz neçə metrdir? 200 metrdir. İndi nə istəyir? Çayın uzunluğunu verib bizə. A'dan D'yə axan çay. Bizə çayın meyilliyi lazımdır. Çayın meyilliyi də çayın düşməsinin onun uzunluğuna olan nisbəti. Düşmə isə çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi. Yəni A ilə D arasındakı hündürlük fərqi 3 dənə aralıq var. Deməli, o zaman AD bərabər olacaq. Bir aralıq 200 metrsə, 3 aralığımız 3 vuraq 200. Yəni 600 metr olacaq. İndi çayın meyilliyini tapmaq üçün bu düşməni meyillik bərabərdir. Çayın düşməsini 600 metri böləcək nəyə? 50 kilometrə. 50. Bu da eləyəcək. Deməli 12 metr bölünsün kilometr. Doğru cavabımız A variantı. Verilmiş sxemə əsasən doğru ifadələri müəyyən edin. Deməli, sxem 22 dekabr tarixini göstərir. 22 dekabr tarixi. Nəyə əsasən müəyyən edirik? Bilirik ki, baxın, sxemə baxın. Cənub qütb dairəsindən cənub qütbünə qədər günəş şüaları düşür. Amma şimal qütb dairəsindən şimal qütbünə qədər ərazilər tam qaranlıqdır. Bu tarixdə 22 dekabr tarixidir. Yəni günəş cənub tropikinin üzərində zenitdə olan zaman bu hadisə baş verir. Baxaq. Qış gün dönümü günüdür. Burası doğrudur. Və bu tarixdən sonra cənub qütb dairəsində gündüzün uzunluğu qısalır. Bəli, bu doğru ifadədir. 22 dekabrdan sonra günəşin zenitdə olma vəziyyəti üzü ekvatora doğru gəlir. 22 dekabr tarixində bu cənub qütb dairəsinə 24 saat gündüzdürsə, 22 dekabrdan etibarən bu gündüzün uzunluğu qısalmağa başlayır. Birinci ifadə doğrudur. 2. Gündüzün uzunluğu Yeni Zelandiyada Braziliyaya nisbətən daha qısadır. Bilirik ki, Yeni Zelandiya Braziliya ilə müqayisədə daha cənubdadır. Cənub qütb dairəsinə daha yaxındır. Biz də bilirik ki, qütb dairəsinə doğru getdikcə gündüzün uzunluğu uzanır. Yəni söhbət hazırki vəziyyətdən gedir. Deməli, Yeni Zelandiyada olan gündüzlərin uzunluğu Braziliya ilə müqayisədə daha uzundur. Burada da nə deyir? Gündüzün uzunluğu Yeni Zelandiyada Braziliyaya nisbətən qısadır, səhvdir. Əslində uzundur olmalıdır və yaxud da ki, Braziliyada Yeni Zelandiyadan qısadır. Şimal qütb dairəsində qütb gündüzüdür, yanlışdır. Bilirik ki, 22 dekabr tarixində Cənub qütb dairəsində qütb gündüzü, şimal qütb dairəsində isə qütb gecəsidir. Cənubi Asiyada muson yağışları yağmağa başlayır. Muson yağışları yayda yağır. Yayda deməli yağması üçün şimal yarımkürəsinin yay fəslinin olması. Yəni şimal yarımkürəsində yay fəslinin olması mütləqdir. Cənubi Asiyada şimal yarımkürəsindədir. Bu tarixdə də şimal yarımkürəsində qış fəslidir. Ona görə də dördüncü ifadəni götürməyəcək. Sonra Cənubi Avropada yağıntıların miqdarı artır. Bəli, bunu götürəcək. Niyə? Çünki Cənubi Avropa Aralıq dənizi iqlim tipindədir. Yağıntılar qışda düşür. Sxemin vəziyyətinə əsasən də Cənubi Avropada qış fəslidir. Təbii ki, yağıntıların miqdarı artacaq 5. Şimal tropik xəttinə günəş şüalarının günorta vaxtı düşmə bucağı 43 dərəcədir. Bəli, bu da doğru ifadədir. Bunu belə hesablaya bilərik ki, 90 dərəcədən çıxacaq nəyi? Günəşin zenitdə olduğu cənub tropiki ilə şimal tropikinin arasındakı fərqi. Yəni 23.5 üstəlik 23.5. Bu da eləyəcək neçə dərəcə? 43 dərəcə. Deməli, doğru cavabımız 1, 5 və 6 D variantıdır. Sonra bu neçə oldu? 51. Keçirik 52-ci suala. 52. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Deməli, fiziki coğrafi rayonlar, iqlim yarımtipi və landşaft verir. Qarabağ fiziki coğrafi rayonunda qışı quraq keçən mülayim isti iqlim, dağ meşə landşaftı, bu doğrudur. Həkəri fiziki coğrafi rayonunda yayı quraq keçən mülayim isti iqlim yoxdur, dağ çəmən yoxdur. Gündüz Qapçıqda yay quraq keçən soyuq, dağ kserofit doğrudur. 1-3. Zaqatala qışı quraq keçən soyuq. Qışı quraq keçən soyuq Böyük Qafqazın şimal-şərq yamacı və yan silsilədədir. Zaqatalahızda yanıtlara bərabər paylanan mülayim isti iqlim, bir də bütün fəslərdə bol yanıtlı soyuq iqlimdir. Deməli 4 səhvdir. Qonaq kənddə bütün fəslərdə bol rütubətli soyuq və dağ çöl səhvdir. Bütün fəslərdə bol rütubətli soyuq Böyük Qafqazın cənubuna düşür.
Yəni Zaqatala Laçında düşür, Qonaqkəndə düşmür. Qana Xəyançayda qışı quraq keçən mülayim isti iqlim, düzən meşə. Bəli. Doğru cavab 1, 3 və 6 B variantıdır. 53. Keçdik açıq suallara. Doğru sıraları müəyyən edin. Draqon dağları, yəni əjdaha dağları Afrikanın cənub-şərqində yerləşən faylı dağlardır. Bəli, qədim dağlar 1-2 faylı dağlardır. Birinci sıra doğrudur. Qərbi Sibir düzənliyi platformanın qalxan hissəsində yerləşir, səhvdir. Qərbi Sibir ovalığı platformanın əyilmə sahəsindədir. Atlas dağları tropik işıqlanma qurşağında yerləşir, xeyr. Atlas dağları mülayim işıqlanma qurşağına düşür. Orinoco ovalığı akkumulyasiya prosesinin nəticəsində yaranmışdır, doğrudur. 1, 4. Ant dağları zəngin daş kömür ehtiyatlarına malikdir, səhvdir. Doğru cavabımız 1 və 4-dür. 5. Həqiqi sahəsi 60 kvadrat kilometr olan gölün sahəsi xəritədə 15 kvadrat santimetrdir. Xəritədə uzunluğu 40 kilometr olan çayın, üzr istəyirəm, həmin xəritədə uzunluğu 40 kilometr olan çayın uzunluğu neçə santimetr olan? Yəni çayın həqiqi uzunluğunu verib bizə 40 kilometr, həmin bu çayın uzunluğunu xəritədə istəyir. Deməli bizim həqiqi sahəmiz var, 60 kvadrat kilometrdir. Xəritədəki sahəmiz də var, 15 kvadrat santimetrdir. Biz buna əsasən miqyası tapacaq. Miqyası tapmaq üçün həqiqi sahəni, yəni 60-ı 15-ə bölüb kvadrat kök çıxardacaq. Bu da eləyəcək neçə kilometr? 2 kilometr. Deməli miqyasımız 1 santimetrdə 2 kilometrdir. İndi miqyas var 2 kilometr. Həqiqi məsafə də var 40 kilometr. Bizdən nə soruşur? Xəritədəki məsafəni soruşur. Xəritədəki məsafəni də tapmaq üçün 40-ı bölərik nəyə? 2-yə eləyəcək 20 santimetr. Cavabımız olur 20. 55. Əlamətlərə uyğun gələn adaları müəyyən edin. Alçaq təzyiq sahəsi qurşağında yerləşir. Alçaq təzyiq sahəsi ekvatorial və mülayim enişlərdədir. Ya bu adalar həm ekvatorda ola bilər, həmçində mülayim də ola bilər. Materik mənşəlidir, ərazisi üç yarımkürədə yerləşir. Üç yarımkürədə yerləşməsi üçün nə bunu Qrinviç kəsməlidir, nə 180 dərəcəlik meridian kəsməlidir, nə də ekvator xətti kəsməlidir. Yeni Qvineya adası. Yeni Qvineya alçaq təzyiq sahəsində yerləşir, amma materik mənşəli, amma üç yarımkürəyə düşmür. Sonra Kalimantan adasını götürəcəyik. Niyə? Çünki ekvator xətti kəsir. Materik mənşəlidir, alçaq təzyiq sahəsində yerləşir, üç yarımkürəyə düşür. Madaqaskarı çıxacağıq, çünki 2 yarımkürəyə düşür. Sumatra adasını ekvator xətti kəsir götürəcəyik. Bir də Böyük Britaniyanı götürəcəyik. Sumatra ekvatora düşür, alçaq təzyiq sahəsi materik mənşəlidir. Bir də Böyük Britaniya mülayim qurşaqda yerləşir, Qrinviç meridianı kəsir. Doğru cavabımız 2, 5 və 6. Sonra neçənci sualdır bu? 56-cı suala baxacağıq. Qışda mülayim, yayda isə tropik hava kütlələrinin təsirinə məruz qalan yarımadaları müəyyən edin. Qışda mülayim, yayda tropik hava kütlələrinin təsirinə məruz qalan yarımadalar harda yerləşir? Subtropikdə. Subtropik enişlərə yayda tropik hava kütlələri, qışda isə mülayim hava kütlələri təsir edir. Deməli, Jutlandiyanı çıxırıq. Sonra Apennini götürürük, Kiçik Asiyanı götürürük, bir də Abşeronu götürəcək. Amma bunlar götürməyəcək. 2, 4, 5 doğru cavabdır. Uyğunluğu müəyyən edin. Deməli, ərazilər verilib. Baxaq. Deməli, iynəyarpaqlı meşələr tayqa 3-dədir. A gəldi bura. Zodyarpaqlı meşələr heç birinə uyğun gəlmir. Enliyarpaqlı meşələr 1-dədir. Sonra meşə tundra bunların heç birinə uyğun gəlmir. Çöl və meşə çöldə 2-dədir. Deməli nə olur? C, Y, A. Keçdik situasiya tapşırığına. A fiziki coğrafi vilayətində 3 iqlim tipinə rast gəlinir. Bu fiziki coğrafi vilayətin ərazisi həm tektonik qalxma, həm də əyilmə zonasında yerləşir. Vilayətin ən hündür zirvəsi aid olduğu tektonik qalxmanın ən hündür zirvəsidir. Kiçik Qafqaz tektonik qalxmasının ən yüksək zirvəsi Naxçıvanda yerləşən qapıcıqdır. Deməli, söhbət 3 iqlim tipinə rast gəlinir. Həm tektonik qalxmada, həm əyilmədə yerləşir. Orta Araz vilayətindən gedir.
Ən qədim süxurlara rast gələn. Ən qədim süxurlar Kiçik Qafqazdır, bir də Naxçıvandır. Naxçıvanda da deməli 3 iqlim tipi var. Ərazinin bir hissəsi qalxmaya düşür, bir hissəsi çökməyə düşür. Amma Kiçik Qafqazda qalxmadır, çökmə yoxdur. Ona görə Kiçik Qafqaz gedir. Təbii ki, Orta Azər vilayətindən gedir söhbət. Mürəkkəb, geoloji quruluşu mürəkkəbliyi faydalı qazıntının zənginliyinə səbəb olmuşdur. İndi baxaq nə deyir. Fiziki coğrafi vilayətdə yayılmış faydalı qazıntılara aid məlumatları müəyyən edib cədvəldə yazın. Məsələn, biz nəyi yaza bilərik? Burada molibdeni yaza bilərik. Məsələn, faydalı qazıntı molibden. Molibden, Paraqaçay, bir də Diaqçay. Qısa yazıram. Filiz mənşəlidir. Sonra nəyi yaza bilərik? Polimetalı yaza bilərik. Polimetal ən azı üçün deyir. Məsələn, gümüşlü. Bu da filiz mənşəlidir. Sonra nəyi yaza bilərik? Daş duz yaza bilərik. Daş, duz. Deməli, yatağına nehrəm, duzdaq, qısa yazaq. Bu da qeyri-filizdir. Qeyri-filizdir. Bəs eləyər. Sonra nədir? A vilayətinin yerləşdiyi tektonik zonaları müəyyən edib bu zonalara aid relyef vahidlərinin adını yazın. Deməli, tektonik qalxma zonasında, aşağıdan yazaq 1. Tektonik qalxma zonasına Dərələyəz, Zəngəzur düşür. Dərələyəz, Zəngəzur, həmçində Gülüstan, Yayçı, Ordubad, Gülüstan, Yayçı, bir də Ordubad düzləri düşür. Bilirik ki, Naxçıvan arazboy düzənliklərindən Sədərək, Şərur, Böyükdüz və Naxçıvan düzləri tektonik əyilməyə düşür. Gülüstan, Yayçı, Ordubad, həmçinin Dərələyəz və Zəngəzur silsilələri isə qalxmaya düşür. Deməli, Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, baş hərflərini yazıram, qısa şəkildə olsun. Yazdıq. A fiziki coğrafi vilayətinin adını. 1. Orta Araz, Orta Araz. Və burada yerləşən fiziki coğrafi rayonlar. Deməli, Şərur, Ordubad, qısa yazacağım. Bir də Günnüt, Qapıcıq fiziki coğrafi rayonlardır. Belə. Doğru cavabımız Orta Araz, Şərur, Ordubad, Günnüt, Qapıcıq. Bugünkü dərsimiz bura qədər. Növbəti dərslərdə görüşənədək. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.